İctimai yoxlama verişinin növbəti buraxılışı efirdədir. Bu gün xalqımız Novruz çərşənbələrindən ikincisini qeyd edir. Elə bu münasibətlə də süfrəyə müxtəlif nemətlər, qoz, fındıq, şəkərbura və paxlava düzülür. Gəlin görə bunların qiymətləri hansı aralıqda dəyişir. Elə bu münasibətlə 8-ci kilometr bazarına gəlmişik. Qiymət uyğun qiymətlə 5 manata, 6 manata, 8 manata ordubat qozu. Mən yaxşı deyirəm, şəki qozum vardı 8 manata. Fərqləri nədir? Yəni məsələn qozlar müxtəlif qiymətlərdir. Bəs fərqləri nədir bunlar? Fərqlər odur ki, o xaçmazdır, ordubatdır. Yəni belə uyğun qiymətə gəlir, baha gəlir. Rayonuna görə. Rayona görə baha gəlir. Yəni bir iriliyinə, kiçiliyinə görə o dəyişmir. Qiymət fərqlidir də, yəni onu ucuz almışam, bunu baha almışam, yəni o qiymətə satıram, yəni uyğun qiymətə. Fındığın qiyməti necədir? Fındıq bizdə qiymətdir, 9 manatdır. Standart qiymət. Standart qiymət 9 manatdır. Bəs bu Novruz bayramına yaxın, martın 20-sinə yaxın bu cür olacaq, yoxsa qiymət artımı gözlənilirmi? Yox, məndə elə qiymət standart bir qiymət olur. Yəni 9 manatdır, 5 manat, 6 manat, yəni qalxın dəyər. Alıcılıq qabiliyyəti necədir? Zəifdir, o qədər güclü deyil, tədəslə başlayırıq bayrama addım atırıq. Yəni inşallah yaxşı olur yəni. Məhsulumuz hal-hazırda ən çox Özbəkistandan gəlir. Özbəkistandan yerli mala tələb çox olsa da, yerli mal biraz baha olduğuna görə hal-hazırda satış Özbəkistan malları çox satılır. Bəli, bu gördüyünüz qozların üçü də eyni qozdur. Yəni bir sort qozdur. Bunlar 4də 1 gedir. Bunlar 2də 1, bunlar 8də 1 gedir. Yəni sınıq olduğuna görə, bütün olduğuna görə qiymətlər dəyişlənir. Bunlar yəni ki eyni qozdur yəni ki. Amma əsas fərqləri bütöv və xırd olmaqlarındadır. Bəli. Təkcə fərqi odur ki, bütöv və böyük olduqlarından. İndi kiməsə keyniyyata görə lazımdırsa belə qozlar alır. Əgər yemək üçün, stol üçün istəyirlərsə belə qozlar alınır yəni ki. Məhsullarınız Özbəkistandan gəlir. Yəni yerli bazarda məsələn Zaqataldan, Qəbəldən gələn məhsullar baha olduğuna mı görənmi, yoxsa hansı səbəbdən görənmi gətirə bilmirsiniz? Belə deyim, Zaqataladan fındıq gəlir, ağardılmış fındıq. Gəlir Ordubatdan, bəli Zaqataladan qozlarımız da gəlir. İndi bayrama görə əlbəttə olacaqdır. Prosto qiymət biraz baha olduğuna görə yerli məhsula, ona görə biraz tələb azdır. Yəni ki, gəlirlər qiymət 25 manatdan başlayır yerli malın, ona görə də qiyməti baha olduğuna görə tələbat elə xarici qozlara çoxdur yəni ki. 25 manat nə kiloqramı? Bəli, kiloqramı 25 manatdan hardasa yerli yaxşı qozun kiloqramı 25 manatdan başlayır. Qozlarımız var, şirkət qozu var, bir də Ordubat qozu var, bəli. Bunlar iki cürdə qozlarımız burdadır. Qiyməti də 6 manatdır. 6 manat, 7 manat aralığında hal-hazırda dəyişir, bəli. Demək olar ki, bazarda alıcılıq qabiliyyəti azdır. Bayrama yaxın gözləyirsiniz? Yaxın gözləyirik, gözlənilir ki, yəni ki, yaxşı, bəli, artım gözlənilir, bəli. Bazar olsun, bayramınız mübarək qarşıdan gəlir. Allah razı olsun, bayramınız mübarək olsun. Novruz çərşənbələrində süfrədə ən çox olan nemətlərdən biri də şəkərbura və paxlavadır. Hazırda gördüyünüz bu paxlavanın qutusu isə 2 manatdır. Təqribi çəkisi isə 400 qram həzmindədir. 8-ci kilometr bazarında qiymətlər bu aralıqda dəyişir. Səmənlərin qiymətləri necədir? Səməni 1.50-yə var, 2 manata var. Bəzərlilər 3 manata var. Sadələr 1 manata var. Yəni qəşəngdə belə də bayram hədiyələr də. Yəni 1 manat 3 manat arası dəyişir. Bəli. İndi böyüklər də gələcək. İnşallah 5 manat olacaq, 4 manat olacaq, 3 manat olacaq. Nə 6 manat olacaq, baxır da indi səmənlərə. Bəzəklərinə baxır, ondan sonra gözəlliyinə baxır. Alıcılıq qabiliyyəti necədir? Normaldır, yəni pis. Nətər deyirik, satırıq da yavaş-yavaş. Razısınızmı? Min şükür olsun. Səmən də işləyir də yavaş. İnşallah alıcılar gələr, alarlar. Hamının sirfəsində olmalıdır. Çərşənbə günləri, bayram günləri. Sizdən növbəti çərşənbələr daha çox olacaq? Bəli, inşallah danışıq çərşənbələri çox alınır. Bəs satılmayan səmənlər necə olur? Satılmayan səmənlər heç qablar boşalır, elə bir. Satılır, axıracan qalmır ki. Satılır, yəni biz satırıq burada. Satıcılardan müxtəlif məhsulların qiymətlərini öyrənə bildik. Bəs görürsən, alıcılar bu vaxtda nə deyəcək? Qiymətlərdən razıdırlarmı? Səmənlinin qiymətlərindən xəbəriniz varmı? Alacaqsınız ya özünüz evdə əkəcəksiniz? Yox, mən alacağım. 1 manat olur da. Lap böyükləri 2 manat olur. Yox, alacağım mən. İnşallah hazır.
qoyacaq evə. Yəni ki, qurumasın da sulayıcı qoyacaq. Hə. Qoz, fındıq, badam, paxlava, şəkərburanın bazar qiymətlərindən xəbəriniz varmı? Ala biləcəksinizmi? Belə xəbərim var biraz. Ala bilərəm, elə bilim ala bilərəm. Pensiya alanda alaram. Qiymətlər çox bahadır, amma ildə bir dəfə gələn bayramda mütləq almaq lazımdır. Bəli, xəbərim var. Münasib qiymətə olanlardan alacağam inşallah. Düşünürəm ki, biz alacağıq, çünki belə real baxsaq, səmənini indi hamı alır. Çox nadir hallarda indi son zamanlarda görürəm ki, əkən azdır. Amma həqiqətən uşaqlığıma dönəndə çox adam, qonşularımız məsələn bizə verirdi. Amma düşünürəm ki, 1 manat 50 qəpik, 2 manat civarında olur, yəni orta səmənlik. Təbii ki, daha yüksək qiymətlərə də tapmaq olur. Özüm alıram badam, qoz, fındıq. Yaxşı qozun kilosunun qiyməti 10-15 manat olur, təmizlənmiş qoz. Badam yalan deyərəm, son zamanlar almıram. Amma belə 15-20 manat civarında kilosu olur. Düşünürəm ki, yaxşı qiymətlərdir.